Həyatın axarını dəyişən, insanı bir anda yetkinləşdirən o məqam. Ata adını daşımaq. Atalıq sadəcə bir status deyil, həm də mənəvi dünyasında baş verən inqilabdır. Bu hiss həm də çiyinlərə enən şirin, bir o qədər də ağır məsuliyyət deməkdir. Əgər dünənə qədər atalar bu məsuliyyəti iş saatları ilə övlad həsrəti arasında bölüşmək məcburiyyətində qalırdılarsa, bugün qanunvericilik həmin həsrətə son qoyur. Artıq ailənin ən kövrək günlərində fiziki varlığı ilə orada olmaq atanın sadəcə istəyi deyil, onun toxunulmaz hüququdur. Azərbaycanda artıq atalara da ödənişli atalıq məzuniyyəti veriləcəkdir. Ata olmağa hazırlaşanlar bu hüququ əldə edirlər. Bu çox ədalətli bir qərardır. Ailənin qorunması, təmin edilməsi, ailədə əməyin bərabər bölünməsi baxımından, qarşılıqlı anlayışın təmin edilməsi baxımından, uşağın ilk elə günlərindən etibarən daha sağlam bir mühitdə böyüməsi baxımından da çox əhəmiyyətli bir məsələdir və artıq atalara da bu məzuniyyətin tətbiq edilməsi humanizm baxımından əhəmiyyətli bir amil kimi dəyərləndirilməlidir. Qanunvericilikdəki bu yenilik iş mühitindən asılı olmayaraq hər kəsə şamil edilir. Ödənişli məzuniyyətin əldə edilməsi mexanizmi isə olduqca sadədir. Bunun üçün işçinin yalnız müvafiq tibb müəssisəsindən arayış təqdim etməsi kifayətdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində sonuncu edilmiş dəyişikliklərə əsasən Əmək Məcəlləsinin 125-ci maddəsinin 4-cü hissəsində uşağın anadan olması ilə əlaqədar kişilərə müvafiq tibb müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilir. Dövlət Əmək Müfəttişliyi Xidmət tərəfindən verilmiş statistik məlumatlara əsasən ümumilikdə 86 işəgötürən tərəfindən 162 sayda işçiyə atalıq məzuniyyətinin verildiyi müəyyən edilmişdir. Qeyd edilən dəyişiklik həm özəl sektora, həm dövlət sektorunda çalışan işçilərə şamil olunur. Əsas məqamlardan biri budur ki, 14 təqvim günü mütləq doğuş ərəfəsini və sonraki periodu əhatə etməlidir. Digər vacib nüans isə ailədə xanımın işləyib işləməməsidir ki, qanun bu fərqi qoymur. Həyat yoldaşı evdar xanım olan bəylər də bu hüquqdan tam yararlana bilər. Maddi tərəfə gəldikdə isə ödəniş son 2 ayın orta əmək haqqı əsasında hesablanır və işçinin büdcəsinə heç bir zərər dəymir. Məsələnin hüquqi tərəfi qədər mənəvi tərəfi də dərindir. Mütəxəssislər hesab edir ki, atanın övladının ilk günlərində evdə olması həm uşağın inkişafına, həm də ananın psixoloji vəziyyətinə birbaşa təsir edir. Hamiləlik prosesi elə bir prosesdir ki, burada xanımlar çox həssas olurlar və mütləq şəkildə onlara dəstək lazımdır. Yəni, necə dəstək? Duyğusal dəstək, ailə tərəfindən, xüsusilə də həyat yoldaşı tərəfindən mütləq dəstəklənməlidir. Nəinki doğuş sonrası depressiyalar, hətta hamiləlik dövründə belə qadınlarda bəzi depressiv hallar görünə bilir. Əlbəttə ki, burada mütləq şəkildə ata öz dəstəyini mütləq şəkildə göstərməlidir. Yəni, bu ona yardım etmək formasında da ola bilər. Körpənin dünyanı tanımağa başladığı ilk mərhələdə ata fiquru gələcək xarakterin formalaşmasında əsas sütun rolunu oynayır. Atanın və ananın özünə məxsus ailədə rolu var və ata ailədə çox böyük bir rola sahibdir ki, mütləq şəkildə övladın ataya qarşı olan münasibətlərin formalaşmasında da ananın çox böyük rolu var. Oğlan və ya qız uşağı fərq etmir, mütləq şəkildə onların atadan alacaqları şeylər olur. 14 günlük müddət ilk baxışda qısa görünsə də, bu ölkədə ailə modelinin müasirləşməsi və uşaq tərbiyəsi yalnız ananın vəzifəsidir stereotipinin qırılması üçün hüquqi bir təməldir. Lakin statistika göstərir ki, hələ də bir çox işə götürən bu addımı iş prosesinin axsaması kimi görür. Bəzi atalar isə bu müddəti məsuliyyəti bölüşmək deyil, sadəcə işdən uzaqlaşmaq fürsəti kimi dəyərləndirir. Halbuki dünya təcrübəsi sübut edir ki, atanın uşaqla ilk bağları elə bu 2 həftədə qurulur. Qanunun kağız üzərində qalmaması və cəmiyyətdə real vərdişə çevrilməsi üçün həm işə götürənlərin yanaşması dəyişməli, həm də kişilər bu 14 günü evdə istirahət deyil, yeni və ən çətin iş kimi qəbul etməlidirlər. Axı sağlam cəmiyyət üçün kağız üzərindəki maddələrdən daha çox o maddələrin tətbiq olunduğu xoşbəxt ailə mühiti vacibdir.